Salam dostlar. Mən bugün sizlərə bir proqram tanıtacağam. Proqram çox yaxşı proqramdır. Deməli, proqram 1 GB pulsuz yer. Əsasən proqram telefonda yer az olanlar üçün yaxşıdır. Deməli, proqram 1 GB pulsuz yer verir. Amma ki biz onu 42 GB-a kimi gətirib çıxarda biləcəyik. Yəni bu 42 GB-a istədiyiniz videoları, proqramlarınızı, şəkillərinizi, nə istəyirsiniz, mahnılarınızı, nə istəyirsiniz yükləyə bilərsiniz və telefonunuzdan silin. Məsələn, telefonunuzda yer azdır, istədiyiniz videonu, mahnını yükləyin proqrama və telefonunuzdan mahnını, şəkili silin. Telefonunuzda yer çoxalsın. Amma ki, proqramda şəkillər, özəldir, hamısı qalacaq. İstədiyiniz vaxt yer baxa bilərsiniz, göndərə bilərsiniz. Çox qəşəng proqramdır. Deməli, proqram budur, Cloud'dur. Proqram marketdən yükləyib Google hesabı ilə giririk. Yenə deyirəm, Google hesabını yadda saxlamaq lazımdır ki, proqramı sil sözdə və ya telefon gitsə də proqramı sil sözdə hansısa başqa telefonda proqramı yükləyib Google hesabı ilə girirsiniz, şəkilləriniz falan hamısı orada olacaq. Çox qəşəng proqramdır. Koda da qoya bilərsiniz proqramı. Deməli, proqramı ilk yüklədiyinizdə cəmi sizə 1 GB yer verəcək. Buradan marketə gəldikdə isə, marketdə bu olanlar hamısı pulludur. Amma ki, mən pulsuz gördüyünüz kimi 42 GB kimi çıxartmışam. Bunu necə eləmək lazım olur deyəcəm. Marketdə bu quş olan yerlər hamısı bu şəkildə olacaq, satın al olacaq. Və siz bunların üstünə vuracaqsınız 1, 2, 3, 4, 5 dəfə. Bu tam quş olunacaqsınız, sonra keçəcəksiniz bursuna. Bunu vuracaqsınız. Bunu ta ki bu ünvandan 42 GB kimi gəlib çıxacaq. Bəs bunu necə edəcək pulsuz alacaq yeri? Yeri pulsuz almaq üçün telefonunuz hökmən rot olmalıdır, rotlu olmalıdır. Rotlu olmasa sadəcə 1 GB istifadə edə bilirsiniz, ya da ki puldan ala bilirsiniz. Rotlu olan telefonlar üçün deyirəm. Rotlu olan telefonlar Lutz-Patsker bu proqramı yükləyəcək. Lutz-Patsker bu proqramı yükləyəndən sonra proqram açacaq və gəlib buradan həmin proqram tapacaq. Proqram tapdıqdan sonra düzəlməyə vuracaq və buradan üçüncüyə satın alma və lisans ayarlama vuracaq və uygulana vuracaq. Biraz uzun çəkir. Videonu özüm dayandırmıram. Çünki siz nə qədər vaxt getdiyini siz də biləsiniz. Yəni belə vaxtı gözləyəsiniz, deməyəsiniz ki, bunda tez oldu, bizdə gec olur. Onun üçün videonu dayandırmıram ki, görəsiniz ki, nə qədər vaxt gedir. Sonunda belə bir şey gəlir. Tamamı da vura bilirsiniz. Açıq vururuq və proqram açılır. Proqram açıldıqda dediyim kimi sizə göstərəcək. Burada məndə quş işarəsi olan yerlər bu cürünə satın al idi.
Bu cür neydi? Satın aldı idi məndə də. Sizdə də bu satın al olacaq. Bu quş işarə olan yerlər. Görürsüz? Məsələn 10 GB 7 dollara, 7,99 dollara. Satın alın üstündə siz vuracaqsınız. Bura pulsuz gələcək. 42 GB-yə görə artır. 2 dəfə səhvlənmirəmsə bura vuradandan sonra bu quş olacaq. 20 GB buradan alacaqsınız. 3 dəfə bura vuracaqsınız, 4 buradan alacaqsınız. 5 dəfə də bunun üstünə vurub 5 dəfə də bundan alacaqsınız və 42 GB kimi çıxacaq. Ondan sonra məndə görürsünüz 42 GB yerim var. Bura gələcəksiniz. Məsələn, veriyə gələcəksiniz. Buradan istədiyinizi ora yükləyə bilərsiniz. Məsələn, müzikin üstündə vurub, müzikləri bitdiyini vuracaqsınız, hamısını yükləyəcək. Fotoqrafların üstündə vurub, buradan seçə bilərsiniz, hansı fotoqraflar yüklənsin. Onları yükləyəcək. Tümü və yaxud sadəcə kamera çəkənləri. Nə istəsiniz, nə var, hamısını yükləyəsiniz, hamısını quşlayacaqsınız. Yox da videolardan mən şəkilləri istəyirəm, məsələn, desiniz və yaxud da mahnıları istəyirəm. Bunları eləyib bitdiyini vuracaqsınız. Bitdiyini vurduqdan sonra başlayacaq yükləməyə. Məndə Wi-Fi sürəti zəifdir, deyə biraz gecikir. Aslında megabaytdan yerində bundan yaxşı sürətdə açır. Gördüyünüz kimi şəkillərimi atmağa başladı. Dosyaya taranmıyor. Məsələn, bu şəkillərimi atıb. Mən bunları qabaqcadan atmışdım. Bu şəkillərimi atıb. Budur. Məsələn, budur. Atmadığı şəkillər isə məsələn, bu mahnıları atmıyor. Çünki üstündə gördüyünüz kimi saat şəkili var. Bax, burada saat, balada saat şəkili var. Bu şəkili atmayıb. Çünki gördüyünüz kimi bunun üstündə sağ tərəfdə bu şəklin içində saat var. Bax, bunu atmayıb. Nəysə dostlar, bu qədər. Şəkillərinizi bura atdıqdan sonra qaleriyaya girib ora yüklənən şəkilləri hamısını istəsiniz silə bilərsiniz və həmin proqram vasitəsilə istədiyiniz vaxtı şəkilə baxa bilərsiniz, təzədən telefona da qaytara bilərsiniz. Amma qaytarmağın bir anlamı yoxdur, çünki orada şəkilləriniz qalır, telefonunuzda da yer çoxalır. Yəni, bura şəkilləri atdıqdan sonra telefondan silməyiniz məsləhətdir ki, telefonda yeri çoxalsın. Çox sağ olun dostlar. Abunə olsa çox sevinərəm. Çox sağ olun.